Geomedia təqdim edir. Əziz dostlar, kampüs həyat verilişi olaraq Türkiyədəki universitetlərlə tanışlığımız davam edir. Bu dəfə isə İstanbul Medipol Universitetindəyik. Bura ilə daha yaxından tanışlığa nə deyirsiniz? Başlayaq! İstanbul Medipol Universiteti 2009-cu ildə Türkiyə Eğitim, Sağlıq və Araşdırma Vakfı tərəfindən təsis olunub. İstanbulun tarixi məkanlarından biri olan Yarımadada, Haliç kənarında 2010-cu ildə tədris həyatına başlayan universitet hazırda həm də Beykoz Kavacıqda 2 kampüsü ilə xidmət göstərir. Fatih Sultan Mehmet Körpüsünün Anadolu tərəfində, körpünün çıxışında yer olan Kavacıq kampüsləri Beykoz meşəsinə qonşuluğu ilə diqqəti cəlb edir. Tədris prosesində həm nəzəriyyə, həm də təcrübəni mükəmməl şəkildə birləşdirən İstanbul Medipol Universiteti 3 kampüsdə 12 fakültə, 4 yüksək məslək okulu, 1 sağlamlıq elmləri yüksək okulu və müxtəlif sahələri əhatə edən institutları ilə 37 mindən çox tələbəyə gələcəyin qapılarını açır. İstanbul Medipol Universiteti verdiyi təhsillə cəmiyyətin dəyişən ehtiyaclarına cavab verə bilən fərdlər yetişdirməyi, fayda verməyi prinsip və vəzifə kimi qəbul edir. Gələcəyə hazır olmaq bugündən etibarən planlı və istiqrarlı olmaqdan asılıdır. İstanbul Medipol Üniversitesi 2009 yılında yasal olarak kuruldu ama ilk öğrencilerini 2010 yılında aldı. O zamandan bu yana hem kalite olarak hem de sayısal olarak hızlı bir büyüme aşamasında. Kuruluşundan bu yana sayısal büyümenin yanında kalite ve akreditasyona da önem verdi. Şu geldiğimiz aşamada Türkiye'nin en çok programı akredite olan üniversiteler arasındayız. Mevcut lisans programlarımızın %32'si akredite durumda. Süreçte hedefimiz bütün lisans programlarının ulusal veya uluslararası akreditasyon kuruluşları tarafından akreditasyonu sağlamak. İstanbul Medipol Universitetinin 12 fakültəsindən biri Beynəlxalq Tibb Fakültəsidir. Bura tələbələrə beynəlxalq səviyyədə araşdırma imkanı verən Türkiyədə tək fakültədir. Tələbə mərkəzli sistemin tətbiq edildiyi fakültədən məzun olan gənc həkimlər tədris müddətində beynəlxalq araşdırmalarda iştirak etmək imkanına sahibdirlər. İstanbul Medipol Universitetinin Tibb Fakültəsi tələbələrə araşdırmacı həkim yetişdirmək məqsədi ilə çalışır. Buradakı tələbələr nəinki həkim, həm də gələcəyin elm adamı olaraq yetişir. Medipol Mega Universitet Xəstəxanası nəzdindəki ümumi xəstəxana, onkoloji xəstəxana, ürək-damar cərrahiyyəsi və diş xəstəxanası olmaqla 9 xəstəxanadan ibarət bir kompleksdir. 470 yataq sayı, 133 reanimasiya, 246 palatası və 25 əməliyyat otağı olan xəstəxana ağıllı sistemlərlə təmin olunmuş infrastruktur və texnologiya ilə xidmət göstərir. Tədris boyu universitet nəzdindəki 9 xəstəxanada tələbələrə təcrübə keçmək imkanı verilir. Mən İbrahimova Leyla, Medipol Universitetinin Psixologiya fakültəsində oxuyuram. Universitet üçün araşdırmalara başlayanda Medipol Universitetində dayandım. Çünki Medipol Universitetində təhsil sistemi
universitet otaqları olsun. Hər şey ürəyimcə idi və burada ən çox bəyəndiyim şey insanların bir-biri ilə səmimiyyət və uşaqların ölkəsindən uzaq olduğu halda özünü uzaq hiss eləməməyidir. İstanbulda ən gözəl seçim Medipol Universitetidir və mən sizə də tövsiyə görürəm. Tələbə sayına düşən müəllim heyəti baxımından Türkiyə ortalamasının üzərində olan fakültədə hər tələbəyə rəhbər müəllim təyin olunur və bu rəhbər müəllimlər tələbənin ilk günündən məzun olduğu vaxta qədər dəstəyini göstərir. Türkiyənin ən modern təhsil qurumları içərisində yer alan Diş Həkimliyi fakültəsində tələbələrə klinik təcrübə və bacarıq qazandırmaq məqsədi ilə Türkiyənin ən böyük simulyasiya laboratoriyası qurulub. Burada tələbələr müxtəlif diş müalicələrini maketlər üzərində təcrübədən keçirirlər. 152 ədəd maketin olduğu simulyasiya laboratoriyasında tələbələr müəllimlərin tətbiqlərini monitorlar vasitəsilə canlı olaraq izləmə imkanına sahibdirlər. Diş Hekimliği Fakültesi 5 yıllık bir eğitim süreci gerektiriyor, hazırlık sonrası. Ve bu 5 yıllık eğitim sürecinin ilk 3 yılında bizim klinik öncesi hazırlık dediğimiz tıbbi altyapının ve temellerinin oluşturulduğu bir bölüm gerçekleşiyor. Buradaki en büyük hedeflerimizden biri sanırım eğitime katkıda bulunurken bilime de katkıda bulunabilecek ve geleceğin diş hekimlerini yetiştirmeyi hedefliyoruz. Bu hedeflerimizin arasında çok ciddi lider diş hekimleri, iletişimci diş hekimleri, teknolojiyi dijital vatandaşlık kimliğiyle kullanabilen diş hekimliğini yetiştirmek istiyoruz. İstanbul Medipol Universiteti Əczaçılıq Fakültəsi əldə etdiyi bilik və bacarıqları ilə cəmiyyətin sağlamlığına fayda verən tələbələr yetişdirir. Buradan məzun olan əczaçılar araşdırmaçı, həll yolları tapan, peşə etikasını qoruyan, qlobal elm və texnologiyanı əsas götürən, dərman məhsullarının istehsalından istehlakına qədər keçən hər mərhələdə aktiv vəzifə və məsuliyyət daşıyan fərdlər olur. 2010 yılında İstanbul Medipol Üniversitesi Eczacılık Fakültesi eğitime başladı. Ben de ilk öğrencisiyim. Tabii mezun olduktan sonra da burada akademisyen olarak devam ettim. Eczacılık Fakültesi 3 temel bilimden oluşuyor. Temel bilimler ve teknoloji bilimi ve meslek bilimleri. Kendim de İstanbul Medipol Üniversitesi mezunuyum. 2019'da mezun oldum. Ben daha çok laboratuvar alanında çalışıyorum. Farmasötik kimya laboratuvarındayım. Biz orada ilaç etken maddeleri sentezliyoruz. İlaç olabilecek maddeler üzerinde çalışıyoruz. Sentezler yapıyoruz. Laboratuvar altyapılarımız öğrencilerimiz için oldukça geniş ve çok güzel, temiz, steril laboratuvarlarımız bulunmakta. Bu yüzden de öğrencilerimiz laboratuvar derslerinden oldukça keyif alıyorlar. Sadece farmasötik kimya laboratuvarlarımız yok. Farmasötik teknoloji, farmasötik kognoz gibi laboratuvarlarımız da var. Farmasötik teknoloji laboratuvarımızda ilaç olabilecek maddelerin formülasyonları üzerinde araştırmalar yapılıyor. Öğrencilere onlar üzerine eğitim veriliyor. İşte tablet formu, şurup formu, krem formu üzerinde çalışmalar yapılıyor. Hüquq fakültəsindən bilgili, açıq fikirli, azad və analitik düşüncə qabiliyyətinə malik məzunlar yetişir. Tələbəyə hüquq prinsiplərini tətbiq etmə məntiqini və qabiliyyətini aşılayan fakültədə tələbələr ədalət, hürriyyət, demokratiya və hüququn üstünlüyünə inanır, insan haqlarına, əxlaqi dəyərlərə və qlobal hüquq prinsiplərinə hörmətlə yanaşırlar. Hello, my name is Firas. I'm from Tunisia. I came here 2 years ago. I study computer engineering. It's my second year here. I came to Istanbul because it was a real nice place to come to. Turkish studying system, it's good. In Medipol too, there is a lot of opportunities here. Pedaqoji fakültə öz peşəsində mütəxəssis olan müəllimlər, pedaqoqlar yetişdirmək, ölkənin gələcəyini, gənclərini irəliyə doğru aparan nəsillər deməkdir. Medipol Üniversitesi'ni seçerken ilk baktığım şey hocalarımızın akademik geçmişi oldu. Hocalarımız dünya çapında çok ünlü üniversitelerde çalışmış, okumuş insanlar. Bunlar neler? Princeton'dan, Syracuse'dan, Stanford'dan hocalarımız var. Ve çok başarılı yerlerde çalışmışlar. Silikon Vadisi'nde çalışmış hocalarımız var. Onun dışında gidişat olarak teoriden ziyade uygulamalı
olarak bize eğitim veriyorlar. Çeşitli projeler yapıyoruz. İncəsənət, Dizayn və Memarlıq Fakültəsinin hədəfi orijinal dizayn, sənət və musiqi ixtisasları ilə rəqiblərindən fərqli və daha da təcrübəli məzunlar yetişdirməkdir. Ənənəvi dizayn və sənət qəliblərini dəyişdirən, yenilikçi, ortaq layihədə işləməyi bacaran, sənaye ilə inteqrasiya olunmuş şəkildə təhsil verən fakültənin tələbələri müsabiqələrdə qazandıqları uğurlarla özünü sübut edir. İstanbul Medipol Universitetinin Jurnalistika Fakültəsi informasiya çağında dövrün nəbzini tutan media peşəkarlarını yetişdirməyə qarşısına məqsəd qoyub. İletişim Fakültemiz Türkiye'nin en modern medya merkezlerinden biridir. Büyüklük olarak bakıldığı dakika tüm kompleksleri içinde bulunduran bir merkezdir. Burada 2 tane PC laboratuvarımız, bir Mac laboratuvarımız, fotoğraf stüdyomuz, radyomuz, ses odamız, Greenbox salonumuz, haber merkezimiz, cep sinemamız, 2 tane stüdyomuz rejimizden oluşmaktadır. Burada öğrenciler normal yaşamın bir simülasyonunu gerçekleştirmektedir. Piyasada ne öğrenecekse öncelikle uygulama gazetelerimiz ve dergilerimizde bunu görmektedirler. Fakültənin media mərkəzində tələbələrin bacarıqlarını təcrübədən keçirmək, inkişaf etdirmək imkanları var. Müxtəlif çəkiliş avadanlıq və məkanları, studiyalar və digər imkanlar tələbələrin iş həyatına ilk ildən etibarən hazırlanmasını təmin edir. Fakültə iş həyatında bacarıqlarını istifadə edən, yeni texnologiyalara hakim və əlbəttə sosial məsuliyyəti olan məzunlar yetişdirməyi hədəfləyir. İnsan və Humanitar Elmlər Fakültəsi psixologiya, politologiya, idarə etmə və beynəlxalq əlaqələr ixtisasları ilə şəxsə, cəmiyyətə təmas edən mövzuları öyrənən və onları tətbiq etməyi bacaran tələbələr yetişdirməyə çalışır. سلام، من حسام هستم. 28 سالمه و تو دانشگاه مدیپول رشته روانشناسی میخونم. یکی از مزایایی که این دانشگاه داشته استفاده از اساتیدی هست که سالیان سال خارج از ترکیه درس خوندن و به صورت پروفسورها دارن. ما دوستان زیادی از کشورهای زیادی اینجا هستن و از کشورهای مختلف، مخصوصا از کشور آذربایجان. و توی کلاس ما تقریبا 5 یا 6 تا دوست داریم که از کشور آذربایجان هستن و همونطور که می‌بینید ما به صورت خانوادگی اینجا هستیم. من و برادرم توی رشته داروسازی درس میخونه. Beynəlxalq standartlara cavab verən Biznes və İdarə Etmə Fakültəsi tələbələrə iş həyatına atılmaq üçün bütün yetərli bilgi və təcrübəni qazandırır. Burada biznes mühitindəki və iş dünyasındakı dinamik rəqabətə davamlı fərdlər və mütəxəssislər hazırlanır. Fakültədə bank işi, sığorta, insan kapitalının idarə edilməsi, biznesin idarə edilməsi, beynəlxalq ticarət və digər ixtisaslar tədris olunur. مرحبا، أنا اسمي هادي، أنا من فلسطين، بدرس بايوميديكال انجينيرينج بميديبول يونيفرسيتي وأنا سنة ثالثة. أنا حالياً عم بشتغل على مشروع بكلينيكال انجينيرينج. كلينيكال انجينيرينج هي المادة اللي بتسمح للمهندس الطبي إنه يدخل على المستشفيات والعمليات لحتى يساعد الدكاترة ويشوف المشاكل اللي بتواجههم بالطب. يعني مثلاً الدكتور عنده مشكلة في جهاز معين، فالمهندس بكلينيكال انجينيرينج هو بيساعد هذا الدكتور على انه يتخطى المشكله اللي عم تصله في هذا الجهاز. ونحن عندنا فعاليات بتضم جميع الانترناشونال ستودنتس، ونحن مثل مجتمع لحالنا. ونحن طبعا بنحكي لكل الطلاب من اذربيجان انه يجونا على جامعه ميديبول، واهلا وسهلا اذربيجان، نحن في انتظاركم. Beynəlxalq təcrübəli müəllim kollektivi ilə Mühəndislik və Təbiət Elmləri Fakültəsi araşdırmacı məzunlar yetişdirir. Buradakı geniş laboratoriya imkanları sayəsində tələbələr ilk illərdən etibarən öyrəndiklərini tətbiq etməyə şans əldə edir. Hello everyone, welcome to Istanbul Medipol University. My name is Muhammed Humam Al-Zaim and I am a biomedical engineering student in our engineering faculty.
I'm currently doing an internship in the International Development Unit of our university. In this faculty, we have worked with our professors to create the 5th generation of data communication, the 5G network as it's more commonly known, and we're currently working on our 6th generation for you guys later on in our life. Fakültə nəzdində 5G və sonrası xəbərləşmə texnologiyaları, hesablamalı kamera texnologiyaları, innovativ mikroskop texnologiyaları kimi araşdırma laboratoriyaları mövcuddur. Bununla yanaşı, universitet Türkiyədə 6G texnologiyası sahəsində ilk araşdırma laboratoriyası qurulması üçün hazırlıqlara başlayıb. Kompüter, biomedikal, elektrik, elektronik, sənaye və inşaat mühəndisliyi ixtisasları tədris edilən fakültənin demək olar ki, bütün pedaqoji kollektivi xaricdən dəvət olunub. Ayrıca lisansüstü eğitimimiz de 4 ayrı enstitüde devam etmekte. Yaklaşık 100 program yüksek lisans ve doktora eğitimi vermekteyiz. Türkçe ve İngilizce olarak bölümlerimiz mevcut. İstanbul Medipol Universitetində beynəlxalq ofis fəaliyyət göstərir ki, bu ofisin fəaliyyəti sayəsində burada 81 ölkədən 3000 nəfərə yaxın tələbə təhsil alır. International ofis olaraq 20-dən artıq bölgə sorumlumuz var. 300-dən fazla Azərbaycandan öğrencimiz var və hər zaman tələbələrimizə dəstəyi, qeydiyyatdan sonra onların ikamət iznində, eləcə də yataqxanalarında qalmaqlarında dəstək oluruq, kömək oluruq. International ofis olaraq Azərbaycanda barlarda tez-tez iştirak edirik və Medipol Universiteti olaraq bütün Azərbaycanlı tələbələri universitetimizdə gözləyirik. Üniversitemizin gelişmiş altyapısı, tıp ve diğer sosyal branşlar dahil bütün branşların olması öğrencilerin tercihinde kolaylık sağlamaktadır. Ayrıca kampüs içinde 2500 kişilik yurtların olması da günümüz koşullarında barınmanın önemli olduğu bu dönemde öğrenciler arasından bir kolaylık sağlamaktadır. Müxtəlif təhsil mübadilə proqramları ilə xaricdə tələbələrin xarici universitetə göndərilməsi xərcləri də beynəlxalq ofis tərəfindən həyata keçirilir. Erasmus proqramı çərçivəsində tələbələr akademik ilin 1 ya da 2 semestrini xaricdəki hər hansı bir universitetdə təhsil almaq imkanı əldə edirlər. İstanbul Medipol Universiteti tələbə və məzunlarının fərdi karyera planlaması ilə bağlı müxtəlif fəaliyyətlər həyata keçirir. Universitetdə məzun və tələbələrin təcrübə, staj və işlə təmin edilmə istiqamətində tövsiyə və referanslar verən karyera mərkəzi fəaliyyət göstərir. İstanbul Medipol Universitetinin dəyişməyən tək qızıl qaydası var. Tələbənin irəliləməsində heç bir maneə olmayacaq. Ona uğur qazanmaqda maneə yarada biləcək 2 faktor: maliyyə və zaman problemlərindən bu universitetdə söz belə gedə bilməz. İstanbul Medipol Universiteti ikili ixtisas sahibi olmaq istəyən tələbələrin istəklərini dəstəkləyir, tələbəyə öz ixtisası ilə yanaşı başqa fakültələrdən dərslərdə iştirak etmək və ikili diplom almaq şansı verir. Tibb elmləri və texnologiyaları araşdırma institutu, Sabita nəzdində toplanan araşdırma mərkəzləri, REMER, biomühəndislik və biotexnoloji UAM, Meditam, Medigen, xərçəng xəstəliyi araşdırmaları mərkəzi, dərman inkişaf mərkəzi, sinir sistemləri araşdırmaları mərkəzi, multidisiplinar araşdırmalar üçün güclərini birləşdirməyi bacarır. Regenerativ və restorativ tibbi araşdırmalar mərkəzi, REMER, Türkiyənin hüceyrə araşdırmaları sahəsində ən vacib mərkəzi olaraq önə çıxır. Universitetin prestij mərkəzlərindən olan REMER, sinir sistemi və kardiovaskulyar sistem əsas olmaqla zərər görmüş və funksiyanı itirmiş toxuma və orqanların yenilənməsi istiqamətində yüksək keyfiyyətli araşdırmaların aparıldığı məkandır. Biotexnoloji və biomühəndislik tətbiq və araşdırma mərkəzi, BioMer, tibb və mühəndislik sahəsindəki araşdırmaçıları eyni məkanda ortaq layihələrdə bir araya gətirəcək beynəlxalq rəqabət gücü olan bir araşdırma qurumu olmağı qarşısına məqsəd qoyub. İqlim dəyişikliyi çalışmaları tətbiq və araşdırma mərkəzi, iqlimdə baş verən dəyişmələrin ölkə üzərində təsirlərini araşdırmaq və bu neqativ təsirləri azalıcı fəaliyyətlərə dair elmi çalışmalar aparmaqla məşğuldur. Bizim hedefimiz en kısa süre içinde
dünyada kabul görmüş sınıflandırmalar olan D, QS, RAR, URAP gibi sınıflandırmalarda en az ikisinde ilk hedefimiz 1000, daha sonra ilk 500 üniversite arasında girebilmek. Tələbələr sosial həyat üçün lazım olan bütün ehtiyaclarını kampüs ərazisində təmin edə bilirlər. Tələbə klubları və tədbirlər, idman turnirləri mütəmadi olaraq keçirilir. Universitetdə 100-dən çox tələbə klubu aktiv fəaliyyət göstərir. Universitet müasir sinif otaqları, laboratoriyaları, tələbə yataqxanaları, idman meydançaları, təqdim etdiyi imkan və şəraitlə qısa müddətdə İstanbulun mərkəzindəki bir təhsil adasına çevrilə bilib. Azerbaycanlı özel öğrencilerimizi ayrıca önemsiyoruz. İşte tek devlet, iki millet parolasından baktığımızda kardeş öğrenciler olarak görüyoruz. Bütün uluslararası öğrencilerimizi tabii ki önemsiyoruz ama Azerbaycanlı kardeşlerimizin yeri her zaman daha ayrı. Onlara da kayıt esnasında diğer indirimlerin yanında ayrıca kardeş indirimi olarak da %15 indirim imkanı vermekteyiz. Belə təhsili həm də tələbələr üçün belə möhtəşəm şəraiti olan universitetdə kim təhsil almaqdan yorular? Əminəm ki, heç kim. Biz bugün lap dincəldik. Əminəm ki, əziz tamaşaçılar, siz həm informasiya aldınız, həm də gözünüz, könlünüz açıldı. Necə deyərlər, lap istirahət etdiniz. Gəlin, görün, seçin və burada təhsilinizi davam etdirin. Təhsili keyfiyyətli olan nəslin gələcəyi də uğurlu olar. Hələlik əziz tamaşaçılar, təhsiliniz keyfiyyətli, gələcəyiniz uğurlu olsun.